Give the question to the underlined word. Altına xətt çəkilən sözə sual verin. Tom plays football on Sundays. Tom bazar günləri futbol oynayır. On Sundays bazar günləri bizim zamanımızdır və zamana when ilə sual veririk. Plays isə indiki sadə zaman olduğu üçün does köməkçi feilindən istifadə edəcəyik. Bizim söz sıramızda sual sözündən sonra köməkçi feil mübtədədə əsas feil olmalıdır və altına xətt çəkilən sözü biz təkrarən sual cümləsində istifadə etmirik. Çünki onun əvəzində artıq biz sual sözünü qeyd etmişik. Ona görə A variantında on Sundays, B-də də və C-də də görürük və düzgün variant deyil. Həmçinin söz sırasına görə A variantında köməkçi feil əks idi. B variantında həm does, həm plays yazılıb deyə 2-3-cü şəxsin təki ola bilməz deyə yanlışdır. C variantında isə sadəcə on Sundays ifadəsinə görə səhvdir. D variantında söz sırası doğru verilməyib, çünki köməkçi feil mübtədədə əsas feil olmalıdır. Burada isə does Tom play yazısı doğru idi. Biz düzgün cavabı Y variantında görürük. Tom üçün şəxsin təki deyə does köməkçi feilindən istifadə olunub. When does Tom play football? Əsas feilimizdən də S düşüb və tərcüməyə əsasən Tom nə zaman futbol oynayır sualını vermiş olur. Doğru cavab kimi Y variantını götürürük.